Qocalar Ataş avtoservis oyunu başladı. İndi Reyşan kapitan top oyuna daxil edir və topu ələ keçirirlər. Ataş avtoservis komandası indi Elnur oynadı, ancaq dəqiq olmadı. Bu dəfə də dəqiq olmadı və qapıdan zərbə ilə topu oyuna daxil edirlər. Daha doğrusu out atışırlar. Vüqar Əmi irəli oynadı Elnura və qapıçı vaxtında meydanı tərk edir. Ataş komandasının hücumunu başladır. Hələ ki çox düşünür Ataş. Elbrus Ataş yenidən Ataşla oynadılar və Ataşdan irəliyə ötürmə. Elbrus ötürmə. İmran topun qarşısını alır və öz komandasının hücumunu qurmağa çalışırlar. Elnur geriyə oynadı. Vüqar Əmi uzun ötürmə, ancaq müdafiəçilər imkan vermirlər və hücumda bu dəfə qocalardı, zərbə gəlmir, bloklayırlar, qarşısını alırlar zərbənin. İrəli ötürmə Ataş. Ataşın zərbəsi top qapıdan yan keçir. Qapıdan zərbə. Elşən top oyuna daxil edir. İmrana ötürdü. Elşəndən irəliyə ötürmə və topu saxlayırlar meydanda. Elnura ötürmə. İmran boşdaydı burada. İmrana ötürmə və qapı boşdur. Zərbə və qol. Hesab açsalar. Bir sıfır Qocalar komandasının xeyrinə hesab. İndi Ataş avtoservis. İrəli ötürmə Vüqar Əmi topun qarşısını kəsir. Hücumun böyüməsinə imkan vermir burada. Və Mikail Əmi az da olsa hücumun qarşısını kəsməyə bacardı burada. Geriyə oynayır. Elnur ondan Vüqar Əmiyə ötürmə. Vüqar Əmidən irəliyə Elnura. Arxa boşdur. Yox, qeydə götürdü burada. Ataş. Ataşdan zərbə Elnur. Daha doğrusu Elşən topu qaytarır. İndi İmran geriyə oynadı. Komandasının hücumunu qura bilər. Çox qabağa atdı biraz topu. İndi Ataş hücumdadır. Zərbə və topu bloklayırlar. İndi Ataş, Vüqar Əmi qarşısını kəsdi burada Ataşın. Elnurdan hücuma, İmrana ötürmə. Gerisinə də gəldi burada İmranın pas. Geriyə ötürmə. İrəliyə ötürmə. Mikail Əmi topu aldı, zərbə. Çox yavaş idi burada. Bəlkə saxlayıb nəsə fikirləşmək olardı, ancaq hər ehtimalı bundan da daha qüvvətli zərbə ilə hücumu bitirmək olardı. İndi İmran geriyə. Mikail Əmi geriyə oynadı. Vüqar Əmi. Vüqar Əmi zərbə. Qapıçı. Aşırsaydı bəlkə daha yaxşı olardı burada. Bəlkə biraz daha çox gözlətdi topu. Daha tez vurmalıydı. Elbrus Əmi. Ataş avtoservis hücumda idi və İmrana ötürmə. İmran yaxşı keçdi burada o oyuncuları. Mikail Əminin hava ötürməsi. Top Elnura çatır burada.
Mükaləmi. Ondan İmrandan qeyri-dəqiq. Ataş boşdur burada. Ataş irəliləyir. Oyuncu axtarır burada Ataş. Və Elnur topa çata bilmir. Yenidən Ataş gəldi komandasının yanına. Zərbə. Top qapıdan aralı keçir və out olacaq burada. İrəli ötürmə. Top Elnurun yanından keçir. Qismət olmadı Elnura top. Zərbə, Elşən, Ataş. Top qapıdan keçir burada 1-1. Top bərabərləşir. İmran topu oyuna daxil edəcək burada. Ötürmə bu qələmiyə. İrəli ötürmə, ancaq burada oyuncu yox idi artıq. Var idisə heç kim açılmadı. Qapıcı indi. Ataşı ötürmə. Ataş burada boşdur. Çəkir topu. Biraz da çəkir ancaq alınmır. İmranın ötürməsi Elnura. Elnur topa çatmır. Ötürmə. Zərbə. Elşənin refleksi və üçüncüdən zərbə. Hava ötürməsi. Top alta gedir və qocalar başlayırlar. Elnur nə etdi burada? İmran qaçırdı ancaq özü keçməyi seçdi. Buqarəmi ötürdü burada Elnura. Elnurdan ötürmə. Al, üçüncüdən zərbə olacaq. Buqarəmi ötürdü. Da digər komanda yoldaşına Elnur top meydanı tərk edib out olacaq. Ataş avto servisi. Ötürdü digər komanda yoldaşına Ataş. Burada vəziyyətdən çıxa bilmir Ataş və Elnur. Komanda yoldaşı axtarır. İmran düz gerisindədir onun, ancaq digər seçim etdi. İndi Ataş avto servis yüzünə çıxmışdı. Ancaq topu düzgün ram edə bilmədi burada oyuncu və Mükaləmi altdan topu oyuna daxil edir. Elşən Buqarəmi ilə oynadı. Buqarəmdən Mükaləmiyə, Elnura və out. Yenidən out və bu dəfə qocaların xeyrinədir. Hava ötürməsi. Elnur boşdadır burada zərbə. Çox bərbad alındı burada zərbə. Qeyri-dəqiq. İndi Ataş avtoservis hücumdadır. Ataşın zərbəsi qeyri-dəqiq. Çox yaxşı çıxmışlar hücuma. Yaxşı sürət yıxmışdı burada Ataş, ancaq zərbəsi qeyri-dəqiq alındı. Buqarəmi ötürdü topu Elnura. O keçə bilmir burada. Ancaq yenə də top özlərinə qalmır burada. Out Ataş avtoservisin. Ataş başladı burada. Yox, İmran. İndi İmran hücumdadır. İmranın zərbəsi yumuşaq idi. İmranın zərbəsi yaxşı fikirləşdi, ancaq top bir az qapının yanından aralı keçdi. Elnura baxsaydı daha yaxşı olardı. İndi İmran
Mikailamiyə ötürdü. Onun zərbəsi top qapının yanından meydanı tərk edir. İndi İmran topu ələ keçirə bilərdi. Top qozalarda. Ötürmə İmrana keçmir. Ataş hücumdadır. Ataşın ötürməsi Elşən topu götürür və Elnura ötürdü. Elnur əllə oyun yoxdur. Elşən topu ələ keçirir. İmran. Ataş topu ələ keçirdi. Fuqarəmi müdafiədə kömək edir komandasına və top altdan meydan tərk edir və qocalar oyunu başlayacaq. İmran'dan hava ötürməsi hücuma. Ay. İndi geriyə oynadı. Elnur topu ələ keçirir. İmran boşdur burada. İmran çəkir. Zərbə bloklayırlar. Mikailami altdan top oyuna daxil edəcək. Fuqarəmiyə ötürdü. Yoxlaya bilər buradan. Zərbə. Yaxşı fikirləşdi. Zərbə qapının biraz üstündən meydanı tərk edir. Hesab 1-1'dir. İndi Ataşı ötürmə. Büdürür burada Ataş. Müvazimətini itirdi. Elşən. Fuqarəmi ilə oynayır. Fuqarəmdən İmrana. Ondan Mikailamiyə. Fuqarəmidən digər cinaha. Ötürmə Mikailami və cərimə zərbəsi. Elşən. Elşəndən ötürmə Elnura, Fuqarəmi. Ondan da ötürmə İmrana. Ötürmə. Zərbə var idi. Buradan ancaq qapısı imkan vermədi zərbəyə. İrəli ötürmə. Ataş boşdur burada. Elşən. Komanda yoldaşı ilə oynayır. Ataş. Mikail. İmran. Keçə bilmir burada. Zərbə. Top qapının biraz üstündən meydanı tərk edir. Fuqarəmi ötürmə keçmir. Qapçı Elşənindədir top. Ondan irəliyə ötürmə Elnur topu saxlayır. Ancaq ondan topu oğurlayırlar. Zərbə Elşən dəf etdi topu. Biraz cəld oynamaq lazımdır. İmran geriyə oynayır. Elşən. Elşəndən İmrana yenə də ötürmə. İmran. Elnur. Ondan ötürmə. Zərbə və qol.
Ataş. İndi hücuma çıxmaq istəyirlər ancaq səhv var burada, ötürmə Mikail çatmadı topa. Əlbəttə sürətini, yaşını nəzərə alsaq biraz çətin idi onun topa çatmağı. İsə ötürmə Elşən yenə topu ələ keçirdi burada Elşən. Ötürdü İmrana, İmran irəliləyir hələ ki. Ötürdü Elnur'a, boşdu burada Elnur. Elnur'un zərbəsi. İmran yenə bloklaşdırdılar topu. Çox maraqlı, çox qızğın bir oyun gedir burada. Hesab 2-1 qozaların xeyrinədir. Əgər bugün qozalar qələbə qazanarlarsa, avtomatik play-off'a yüksəlirlər. Yox, əgər məğlub olsalar, ümidləri növbəti turda ustalarla oyunda olacaq. İndi Ataş baş qoya bilmədi burada. Vüqar Əmir Elnur'la oynadı. Elnur'dan İmran'a. İmran'dan Vüqar Əmir'ə. Vüqar Əmir'dən irəliyə. Qapısı götürdü topu. Pressing eləmək lazımdır burada. Hücumda da Ataş avtoservis. Ötürmə Ataşa. Zərbə qeyri-dəqiqdir. İmran. Müdafiədə səhv və qol. İki oldu hesab. Başladılar. Toplarına daxil edirlər. 2-2. Hesab bərabərləşir. İndi Cinah boşdur. Elnur'la oynadılar. Elnur ötürdü İmran. Elbrus həmi qarşısını kəsdi burada İmran'ın. İmran topu meydandan çıxardır. Ataş'a ötürdü topu. Çıxartdılar topu meydandan. Elnur topu meydandan çıxardır. Ataş avtoservisin. Ataşdan geriyə ötürmə. Elbrus Əmi. Elbrus Əmi out başlayır. Ataş. Zərbə və Elşən topu ələ keçirir. İndi irəliyə ötürmə Elnur'a. Uzaqlaşdırır topu Elbrus Əmi. Elşən götürür topu. Vüqar Əmdən irəliyə ötürmə. Elşən yenidən topu götürür. İmran'a ötürmə. İmran'dan Vüqar Əmiyə. Ondan yenidən İmran'a. Vüqar Əmi Elnur'la oynadı.
Mikaləmi oynadı Elnurla out. Elnur deyir ki, iddia edilir ki, qapısı əli ilə oynadı. İndi İmranı ötürmə. Ataş avtoservis top oyuna daxil edir və Ataş topu irəliyə vurdu. Mikaləmi irəliyə Elbrus dayıla. Elnurun barcası burada və İmran Qaramiyə Şahin İmrandan Mikail dayıya Qarami yenidən Mikaləmiyə Mikaləmi Ataşa yanlışlıqla ötürdü burada. Yaxşı ki qol olmadı. Əlişəndən ötürmə İmrana, İmrandan Elnura, İmran, Ataş, Qarami İmran'a ötür. Elbrus Əmi ötürdü digər sınaha. Və Ataş avtoservisin hücumu Qarami topu meydandan çıxarır. Out. Ataş avtoservisin xeyrinə olacaq. Ataş topu oyuna altdan daxil edir və Elnur İmran'a ötürür. İmran Qaramiyə, Qarami yenidən Elnur'a ötürdü. Ötürmə Şahin zərbə. Ay. İstədiyi zərbəni alındıra bilmədi burada. Qapıcı topu oyuna daxil edir. Ataş avtoservisin yeni hücumu müdafiədən qurulur. Elbrus Əmi İrəliyir və Elbrus Əmi geriyə qapıcı ilə oynadı. İrəliyə yenə qapıcı ilə oynayırlar. Bir dəfə qapıcı kimi ötürəcək görək. Ataşla oynadı bu dəfə qapıcı. Ataş irəliyir, sürət yığdı. Ay. Az qalsın almışlar topu. Elbrus Əmi irəliyə. Qarami və İmran. Ay. Az qalsın topu almışdılar. Mikaləmi yaxşı aldı topu. Şahin. Mikaləminin zərbəsi. Əladır Şahin burada topu. İrəliyir. Ay. İmranın zərbəsi və qol. Hesabı bərabərləşdirir İmran burada. Hücumda da Ataş avtoservis top meydandan çıxır. Hesab 3-2. Zərbə. Rafqan 3-2 də. 3-2 qocalar.
hesabda 3-2 öndədirlər. Elbrus Dayı, Elbrus Həmi oynadı irəliyə, Ataşa, Ataş top saxlayır. İmran hesabı 3-2 edir. 2 qolu var onun aktivində bugün. İrəliyə ötürmə, boş dubulda irəli və Buqarəmi ötürdü Mikaləmiyə. Şahin, Elbrus Həmi kəsdi onun qabağını və altdan top meydana daxil edəcək. Geriyə Elnurla oynadı. Elnur yenidən Şahinə, Ataş Mikaləmi zərbə, top qapıdan xeyli aralı keçir və qapıdan zərbə ilə Elşən topu oyuna daxil edəcək. Ötürdü bu qərəmiyə. O da Elnura ötürmə, boşdur Elnur. Ay, qapısı qaytardı başla zərbəni və indi yenidən Qozala komandası hücumdadır. İmrandan qapıcı Elşənə qədər ötürmə, ondan da Şahinə ötürdü. Şahin irəliyir. Mikaləmi Buqarəmiyə ötürdü topu. Buqarəmi Elnura, Elnurdan İmrana. O da keçir Elnur. Boş. Buqarəm boşdadır. Zərbə. Zəif alındı onun zərbəsi. İstədiyi kimi topu ayağına otustura bilmədi burada Buqarəmi. Məmiş Elnur yaxşı sürüşdü burada topa. Ötürmə. Buqarəmdən yenidən Elnur'a ötürmə. Elnur. İmrandan zərbə və qapıcı. Hat-trick edə bilərdi burada İmran. Yaxşı zərbə indirdi. Üçüncüdən zərbə. İmran topu ötürür. Zərbə Şahindən. Müdafiə boşdur burada. Məmiş. Zərbə. Top meydanı tərk edir. Üçüncüdən zərbə. Sürətlə hücuma çıxmışlar burada və yenidən üçüncüdən zərbə. Ancaq hücumu məntiqi sonluğa çatdıra bilmədilər. İndi geriyə ötürmə. Elbrus Həmi ötürdü topu geriyə. Çəkir, zərbə və Elşən. Topu yaxşı qaytarır burada Elşən. Buqarəmi uzaqlaşdırır topu və yenidən üçüncüdən zərbə olacaq. Geriyə Məmiş ötürdü. Elşən, yenə Elşən, yenə Elşən. Yenə topu qaytarır. İrəliyə Elnurla oynamaq istədi, ancaq Məmiş imkan vermir. İmran pressing edirlər bu dəqiqələrdə rəqib oyunculara, Qocalar komandasının futbolçuları. Zərbə və Elşən. Buqarəmi cəhd davrandılar burada Qocalar komandasının üzvləri. İndi Şahin. İmran yaxşı çıxartdı burada topu. İmkan vermədi Məmişə. Elbrus Həmi, Məmiş. Buqarəmi ötürdü irəliyə. Şahin boşdur. Şahin və qapısı. İrəliyə oynadılar. Boşdur. Cinah, zərbə, Elşən. Bir dəfə də Elşən.
Zərbə. İrəliyə ötürmə bu qələmdə Elnur. Top qapıdan yan keçir. İmran pressing edir. Elnur da edirdi. Ancaq hücumdadır. Ataş avtoservis zərbə və Elşən. Bu dəfə də Elşən topu qaytarır. Keçilməz səddir. İrəliyə ötürmə Elnur. Yenidən hücumdadır qocalar. Elnurun ötürməsi. Şahin orada deyildi. Zərbə vurmağı daha məqsədə uyğun idi burada Elnurun. Yenidən gəlirlər. Ataş avtoservis. Və hesab bərabərləşir. Ataş avtoservis hesab bərabərləşdirir. Zərbə. Ötürdülər topu. Bir də şahla, bir də bu qol. Ataş avtoservis hücumları. Qapıya zərbə gələ bilərdi burada, ancaq endirmədi. Qarşısında futbolçu var idi. Pressing lazımdır burada. İmran qarşısındadır onun. İmran az qalsın topu ələ keçirmişdi. Vura bilər zərbə. Elnur blokladı topu burada. Cərimə zərbəsi. Daha doğrusu Qozalar komandasının xeyrinədir bu cərimə zərbəsi. Qadə pozuntusu yox idi orada. Elnur İmran'a gördü, ancaq orada Elbrusəm var idi. Top edirdi komandasının zərbə və hesab 4-3 olur. Zərbə. Şaləmi sürüşür, topu ala bilmir. Ötürdü. Ötürmə blokladılar burada topu. Ataş avtoservis yenidən hücumdadır. Ataş. Yenidən Ataş. Və az qalsın topu ələ keçirib irəliləyəcəkdi. Müdafiəçilər vaxtında tərpəndilər. Ataş yaxşı Allah'tı burada oyuncusunu Elşən. Yenə topu çıxartdı. Məmiş oynadı irəliyə. Məmiş. Yenidə Ataş, Məmiş. Məmişin zərbəsi blok. Və Mikail Əmi topu çıxartdı.
Məmiş. Vüqar Əmin bloklayır. İmran. Məmiş. İndi Şahin. Elnur. Çox pis ötürdü burada. Tələsirdilər. Tələsdi Şahin burada. Hesab 4-3. Ataş Avtoservisin xeyrinədir. Dəyişə bilərlər hesabı qocalar komandası. Zərbə. Üçüncüdən zərbə olacaq. Məmiş. Oynadı içəriyə. Zərbə və qol. 5-3. Vüqar Əmin Elnur'la oynadı. Elnur'dan İmran'a. İmran qapıcı. Ataş. Ataşdan geriyə, Məmiş. İndi Elnur. Cərimə zərbəsi. 5-3'dür hesab. Ataş Avtoservis qocaları 5-3 hesabı ilə məğlub edir. Aləmi penalti zərbəsini yerinə yetirdi. Top qapının biraz üstündən meydan tərk edir. Qüvvətli zərbə idi əslində. İndi Məmiş. Zərbə və 6-3. Hesab 6-3 oldu. Elnur geriyə oynadı Vüqar Əmin. Aləmi top meydanı tərk edir. Out. İmran geriyə Şahinlə oynadı. Şahindən Vüqar Əmiyə ötürmə və yenidən Məmiş topu ələ keçirir. Ataşı ötürdü. Ataş. Top meydanı tərk edir. Elşən. İrəli oynadı. İmran. Geriyə gəldi ancaq arkadaşı oyunçunun fikirləşməlidir. Ötürməyə başladılar və Elşən yenə topu ələ keçirir və yenidən İmranla oynadılar. İmran top meydanı tərk edir. Out. Elnur. İmran. Ataş. Ataşdan irəliyə ötürmə. Zərbə. Top qapının üstündən meydan tərk edir. Qapıdan zərbə. Elşən topu oyuna daxil edir. Vüqar Əmidən irəliyə ötürmə. İmran keçir. Ötürür. Müdafiəçilər topu qaytardılar və indi Vüqar Əmidə Məmiş Elşən çıxartdı topu.
Ataş. Ataşın zərbəsi Vüqar Əmi yenə bloklayır zərbəni. Hələ də oyundan sınmayıb Qozalar komandası. Elşən. İmranı ötürmə. İmran. Şahin. İmran. Zərbə. Müdafiəçi bloklayır topu. İkincisindən zərbə. Oyunun bitməyinə də bir qədər az vaxt qalır. İmran. Vüqar Əmi ilə oynadı geriyə. Elnur. Elnurun zərbəsi yenə də blok gəldi burada. Yenə ikincisindən zərbə olacaq. Ötürmə İmran. Yenə blok. Elbrüsən blok qoydu burada. Dəfəsə qapıdan zərbə. Qapıcı irəliləyir. Mikail Əmi. İmran. Alt. Vüqar Əmi. Mikail Əmi. İmranla oynayır. İmran. Çəkir topu. Mikail Əmiyə ötürdü. Geriyə Şahin. Elbrus Əmi, Vüqar Əmi qarşılayır topu. İmranı ötürdü. İmrandan zərbə və qapıcı. Yaxşı zərbə və yaxşı qurtarış gəldi burada. Mikail Əmi ötürdü İmrana. İmrandan geriyə, Elşənə. Ondan da irəliyə qapısı Məmiş hücumdadır. Ötürdü. Yan keçdi top ondan. Elnur. İrəliyir Elnur. İmran. Zərbə. Şahindən ötürmə qapıcı topu götürür. Elşən topu oyuna daxil edəcək. Axırıncı dəqiqə. Və böyük ehtimal elə oyun bu hesabla da, yəni daha doğrusu Qozaların Ataş Avtoservisə məğlubiyyəti ilə başa çatacaq. Ataş. Zərbə və qol. 7-3 və beləcə oyun başa çatır.